Getdiğim üstəyi ayda qəbul olmadım. Fizikultur üstə istədim qəbul olam. Qazaxıstanda. Bəli, Qazaxıstanda. Orada dedilər ki, bir falan qədər pul lazımdır. Mən də pulum yox idi. Qəbul olmadım. Getdim, işə düzəldim. Nə işinə düzəldin? İşte bu vaqon restoranında düzəldim birinci. Orada bir, necə deyim, storage kimi düzəldim. Gecə vaqonlarla gedirdik, Moskvaya gedirdik. Mən dünyanın hər yerində, bu Şeçengen hər yerini mən olmuşum. Yəni fikirləşirdiniz ki, nə iş olsa Nə iş olsa, bilirəm ki, arkada mənim pulum yoxdur, mahi kim göndərəsdik. Ona görə nə iş olsa da işləyirdim da. 86-cı ildə Targovli Texnikum qəbul oldum. Targovli Texnikum qəbul olandan sonra məni direktor vaqon restoran qoydular. Vaqon restoranında bir müddət işlədim. Ondan sonra Xalq Təsərrüfatı üstə qəbul oldum. Orada işləyə. 89-cu ilin sentyabrında oradan çıxdım. Gəldim şəhərə. Bir kafedə işlədim, bir müddət işlədim. Ondan sonra direktor çağırdı ki, məni get falan kafeni göt işlət. Görəm sən bacarığın var, çoxdur, işləyə bilərsən. Ondan sonra elə həmin kafedə büyük ekibdə yerə işləyirəm.